Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 20, yəni təlim yanaşması, uşaq yönümlü yanaşma haqqında danışacağam. Mövzumuz çox maraqlıdır, eyni zamanda yadda qalan mövzudur və ən əsası qısa bir mövzudur. Əslində bu mövzu bütün mövzuların içində var. Yəni bütünlükdə bizim təhsil sistemimiz uşaq yönümlülüyü üzərində qurulubdur. Ona görə bütün mövzularda uşağın maraqları, istəkləri, onların potensialını üzə çıxardacaq nüanslar qeyd olunubdur. Amma ümumən istəsəniz bu hissəni əzbərləyə bilərsiniz və bunları qeyd edən zamanı ənənəvi ilə də müqayisələr edəcəm ki, müasir təhsil sisteminin niyə uşaq yönümlü olduğunu daha yaxından belə deyək anlayasınız. Demək, uşaqların böyüklər və həmyaşlıları ilə əməkdaşlıq bacarığını inkişaf etdirir. Ümumiyyətlə, uşaqlar böyüklərlə yaxından əməkdaşlıq edir, eyni zamanda həmyaşlıları ilə əməkdaşlıq edir. Amma ənənəvi təhsil sistemində belə bir şey yox idi. Böyüklərdən o qədər də əməkdaşlıq edə bilmirdi. Böyüklərdən çəkinirdi, xüsusilə də müəllimlərdən çəkinirdi. Ona görə ki, təhsil müəllim yönümlü idi. Amma hazırda uşaq yönümlülüyü üzərində qurulubdur. Müəllim yönümlü olduğuna görə müəllimin sözü keçərli idi və uşaqlar müəllimdən qorxurdular. Öz fikirlərini ifadə etməkdə, hər hansı fikri söyləməkdə çəkinirdilər. Amma müasir dövrdə elə deyil. Müasir dövr uşaq yönümlülüyü üzərində qurulduğuna görə əsas fikir uşağın fikridir və uşağın fikri dinlənilir, onun fikrinə münasibət göstərilir. Yəni mərkəzdə dayanan uşaq olduğuna görə hər zaman öndə də yəni onun fikirləridir. Uşaqların sərbəst şəkildə çətinliklərin öhdəsindən gəlmələri üçün özünü tənzimləmələrini gücləndirir. Yəni müasir təhsil sistemində gördüyünüz kimi uşaqlara sadəcə istiqamət verilir. Uşaqlar problemin öhdəsindən özləri gəlirlər. Müəllim sadəcə orada fasilitator rolunda çıxış edir. Yəni uşaqlara istiqamət verir. Uşaqlar bütün problemləri özləri həll etməyə çalışır. Bütün çətinliklərin öhdəsindən özləri gəlir. Yəni daha çox söz uşaqlardadır. Daha çox uşaqlar hər şeyi müzakirə edir, öz fikirlərini bildirir. Uşaqlarda inam və müstəqilliyin inkişafını dəstəkləyir. Əvvəlki dövrlərdə, ənənəvidə belə bir şey yox idi. Yəni uşağa müstəqillik vermək yox idi, ona özgüvən vermək yox idi. Yəni avtoritar müəllim rejimi idi. Yəni avtoritar müəllimlər nə edirdilər? Uşağın hüquqlarını pozurdular, öz sözlərini keçirtməyə çalışırdılar. Amma müasir təhsil sistemində belə bir şey yoxdur. Uşaqların fikirləri dəstəklənir, onların fikirlərinə önəm verilir, uşaqlarda özgüvən yaradılır. Onlara motivasiya verilir ki, uşaqlar hər yerdə öz sözlərini deyə bilsinlər, öz fikirlərini sərbəst şəkildə ifadə edə bilsinlər. Yəni hər cəhətdən uşaqlar üçün şərait yaradılıbdır. Çünki kurikulum bunu tələb edir. Kurikulum uşaqlara müstəqillik verir, sərbəstlik verir. Ünsiyyət vərdişlərini öz yanaşmalarını izah etməyi və müdafiə etməyi inkişaf etdirir. Bəli, bayaqdan qeyd elədiyim nüans. Tənqidi təvəccühünü inkişaf etdirir. Bəli, uşaqlar öz fikirlərini ifadə edirlər. Hər hansı problemli situasiyalarda öz fikirlərini ifadə edirlər. Bu da təbii ki, uşaqların tənqidi fikirlərini dəstəkləyir. Yəni onlar hər hansı problemlə bağlı əgər öz fikirlərini, öz mülahizələrini qeyd edirlərsə, demək ki, onların o problemlə bağlı öz fikirləri var və bu fikirləri onlarda formalaşdırmaq təbii ki, müəllimlərin üzərinə düşür. Elə situasiyalar yaratmalıdırlar ki, uşaqlar öz fikirlərini ifadə etməyə belə deyək də, şərait yaransın. Yəni onlara sərbəstlik verilir, fikir üçün şərait yaradılır ki, onlar rahat olsunlar, sərbəst olsunlar ki, öz fikirlərini ifadə etsinlər. Müasir təhsil sistemində daha çox, necə deyim, səbəb-nəticə əlaqəli suallar verilir. Səbəb-nəticə əlaqəli təbii ki, suallar daha geniş cavablar gətirir. Amma qapalı suallar qapalı cavablar gətirir. Biz də istəyirik ki, uşaqlar daha geniş şəkildə öz fikirlərini ifadə edə bilsinlər. Uşaqlara özlərini uşaq kimi aparmağa, özlərini rahat və təhlükəsiz hiss etməyə imkan yaradır. Bəli, uşaqlar üçün bu mühit sakitdir, sərbəstdir, ən əsası uşaq öz uşaqlığını yaşaya bilir. Uşaqların maraq hissini, yenilikləri tədqiq etmək səylərini artırır. Bəli, uşaqların maraqlarını belə deyək də ortaya qoyur, onların potensialını ortaya çıxardır, onları bir şəxsiyyət kimi yetişdirir. Eyni zamanda yeniliklərə açıqdır. Yəni müasir dövr nədir? Yəni kurikulum nədir? Uşaqların yeni fikirləri, hər hansı yaradıcılıq işləri, yəni
müasir dövrün tələblərindən ayaqlaşmaq. Yəni uşaqlar hər bir belə deyək də fəaliyyətlərində yeniliklər gətirirlər. Davranışın dərk edilmiş tənzimləmə bacarıqlarının inkişafına imkan yaradır. Spontan oyunu əsas təlim təcrübəsi kimi saxlayır. Yəni gözlənilmədən oyun, sərbəst, yəni belə deyək də, əvvəlcədən müəyyən edilməmiş oyun kimi nəzərdə tutulur ki, yəni əsas təlim təcrübəsi kimi yadda saxlayır. Uşaqlara öz qabiliyyətlərini ifadə etməyə imkan yaradır. Bəli, biz qeyd elədiyimiz kimi uşağın marağını, potensialını ortaya çıxardır. Yəni ona bir söz haqqı verir. Təbii ki, qabiliyyətini də ifadə etməyə imkan yaradır. Uşaqlara öz təlimi ilə bağlı qərar qəbul etmələrinə imkan yaradır. Bəli, yəni uşaqlar hər hansı bir məşğələdə mövzu ilə bağlı öz fikirlərini bildirirlər. Yəni onlara söz verilir ki, yəni öz fikirlərini bildirsinlər. Amma əvvəl heç uşağın fikri o qədər də önəmli deyildi. Əsas nə idi? Müəllimin fikri idi. Müəllim deyən düzdür. Uşaqlar düz deməyindən asılı olmayaraq onlarda fikir haqqı soruşulmurdu. Uşaqların marağını nəzərə alır, aydın məsələdir. Təlim prosesində valideynlərin iştirakını nəzərdə tutur. Düzdür, bu ənənəvidə də var idi, amma hazırki dövrdə uşaqların, yəni valideynləri ilə əməkdaşlığı daha sıxdır. Üzr istəyirəm. Müəllimlərlə valideynlərin əməkdaşlığı daha sıxdır. Daha çox valideynlər uşaqlarla bağlı maraqlanırlar, daha çox təlim prosesinə qatılırlar. Əvvəl də var idi, amma əvvəlki dövrə nisbətən, yəni hazırda daha çoxdur. Yəni əvvəl də olub, amma indi daha çoxdur. Ümumən ənənəvi ilə müqayisə etsəm, ənənəvidə yəni daha çox monoloji nitqə üstünlük verilirdi. Yəni monoloji idi, indi dialoji idi. Yəni qarşılıqlı əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi. Əvvəl yəni müəllim yönümlü idi, amma indi uşaq yönümlüdür. Yəni əvvəl müəllimin fikri idisə, indi uşağın fikridir. Əvvəl subyekt obyekt idisə, indi subyekt. Müəllim də subyektdir, uşaq da subyektdir. Əvvəl məlumatlar hafizəyə əsaslanırdısa, indi təfəkkürə əsaslanır. Ona görə deyirik, tənqidi fikirləri, yəni tənqidi təfəkkürü inkişaf etdirir. Əvvəl nə idi? Hafizə. Yəni uşaq nəyi öyrənirdi, onu danışırdı. Amma indi tək öyrəndiyini danışmır, öyrəndiyini müzakirə edir. Niyə belə olduğunu səbəb-nəticə əlaqəsini öyrənir ki, bu niyə belə oldu? Bunun səbəbi nə idi? Hansı səbəbə belə baş verdi? Yəni indi artıq onun səbəbini öyrənir. Situasiyanı daha dərindən analiz eləməyə çalışır. Yəni tənqidi fikir irəli sürür. Amma ənənəvidə elə deyildi. Ənənəvidə oxudusa, demək ki, düz odu və onu da danışırdı. Daha sonra ənənəvidə biliyin mənbəyi sadəcə müəllim etsə, indi biliyin mənbəyi müxtəlifdir. Yəni ənənəvidə hər biriniz, yəni ancaq müəllimdən öyrənmisiniz, başqa heç bir yerdən öyrənməmisiniz. Amma müasir dövrdə öyrənmə mənbələri müxtəlifdir. Müəllimdən də öyrənən uşaqlar, müxtəlif belə deyək, telefondan, kompüterdən, müxtəlif sosial şəbəkələrdən istədikləri məlumatları rahat şəkildə öyrənib, belə deyək də, yadda saxlaya bilirlər. Bu qədər. Düşünürəm ki, hər şey aydındır. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.